mən Güney müəllimə. Bugün yenə də sizlərlə belə bir sualla qarşınızdayım. Sualımız ehtimal nəzəriyyəsinə aiddir və standart, hansı ki, ovçu atəş məsələlərindəndir. Gəlin keçid edək sualımıza. Sualda deyir ki, bir ovçunun hədəfi vurma ehtimalı 3'te 2'dir. Anladıq, o dəqiqə deyəcəksiniz ki, bunun vurmama ehtimalı da 3'te 1'dir. Bu ovçu deyir 4 atışdan 4 dəfə atəş açır və ən azı 3 dəfə hədəfi vurma ehtimalı. Artıq ekran qarşısında bu sualı baxan müəllimlər, həmçinin müdavimlər bilir ki, söhbət binomial sınavlardan gedir, yəni Bernoulli sınavlarından gedir. Nədən? Çünki bu atıcı 4 dəfə atəş açır. Bunun hansındasa vuracaq. Tutaq ki, 2'də vurdu, 3'də vurdu, 4'də vurdu. Və yaxud 1'də vurdu, 2'də vurdu, 3'də vurdu. Bu üçündən birində vuracaq. Amma deyir ən azı. Yaxşı, bu ən azı deməklə bizə nə demək istəyir? Gəlin ona baxaq. Ən azı deməklə bizə onu demək istəyir ki, baxın, bunun birincisi bu hadisənin vurma ehtimalı 3'də 2'dirsə, uğursuz halların sayı da vurmama ehtimalı, yəni əks hadisəsi 3'də 1'dir. İndi siz nə istəyirsiniz? Ən azı 3 dəfə hədəfi vurmasını. Ən azı 3 dəfə hədəf vurmasını istəyirsinizsə, kombinizon 4 atışdan 3 dəfə vurmasını istəyirəm. Uğurlu hadisələrin sayı 3'də 2 üstü 3. Uğursuz hadisələrin ehtimalı 3'də 1'dir və onun bir dəfə olacaq. Ən azı deyirsə, bu 4 dəfə də ateşi açıb hədəfi vura bilər. Deməli, 4 dənədən 4'ündə də vura bilər. 3'də 2 üstü 4 olsun. Amma vurmaması, belə deyək, halının sayı 0'dır. Hesablasaq bu nə verdi? 4. Bu nə verdi bizə? 27'də 8, vur 3'də 1. 81'də 32 bu edər. Keçdik bura. 4'dən 4 1 verdi. 3'də 2 üstü 4'də 81'də 16. Toplasaq ikisini, çünki ikisinin cəmidir. 81'də 48. Belə bir cavab yoxdur. İxtisar da aparaq. 27'də 16 deyə cavab olur. Doğru cavab C variantı. Və videonun sonunda demək istəyirəm ki, MİQ sertifikasiya qruplarında dərslərimiz davam edir. Dərslərin keyfiyyətini görmək üçün sınavda